Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu vesselamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam İlimler Mektebi Arap Dili Dersleri silsilesine hoş gelmişsiniz. Bugünkü dersimizin mövzusu cem-i müzekker salim isimler. Yani qaydalı, kişi cinsli cəm isimlər. İlk önce dersimizin adını başa düşək. Birinci kəlməmiz el-cem'u, cəm deməkdir. Yəni tək halda deyil, təsniyə, müsənna halında deyil, ikidən çox olan varlıq və anlayışı bildirən bir formadır. İkincisi müzəkkər, bunu daha önce görmüşdük. Yəni kişi cinsli isimlərə verdiyimiz bir ad idi. Es-salimu, salim kəlməsi də qaydalı deməkdir. Yəni biz bu dərsimizdə kişi cinsli cəm isimlərin qaydalı formasının necə düzəldiyini öyrənmiş olacağıq. Cəm müzəkkər salim isimlər dediyimizdə nə başa düşəcəyik? Öncəki dərslərimizdə müfrəd isimləri, yəni tək halda olan bir varlığı və ya anlayışı bildirən isimləri öyrənmişdik. Ardından təsniyə müsənna, yəni iki varlığı və ya anlayışı bildirən isimləri öyrənmişdik və o dərsimizdə bu kəlmələri izah etmişdik, bir çox örnəklər vermişdik. Bu dərsimizdə isə üçüncü bir kateqoriya olan cəm haldakı isimləri öyrənəcəyik və necə qurulduğunu da göstərməyə çalışacağıq. Dərsimizə başlamazdan əvvəl bu mövzuda bilinməsi vacib olan əsas məsələ budur ki, ərəb dilində cəm halında bir isim meydana gətirməyin bir deyil, bir neçə üsulu və şəkli mövcuddur. Bu dərsimizdə sadəcə cəm-i müzəkkər salim, yəni qaydalı kişi cinsli cəm isimlərin necə meydana gəldiyini öyrənəcəyik və örnəklər üzərindən yeni kəlmələr müşahidə eləyəcəyik. Cəm müzəkkər salim xüsusilə kişilərin və ya onlara ait sifətlərin yaxud da kişi cinsinə aid sayılan bəzi varlıqların cəm formasını düzəltmək üçün istifadə olunan bir qəlibdir. Bəs qaydalı kişi cinsli cəm isimləri biz necə düzəldə bilərik? Bir sözü ya da ismi qaydalı kişi cinsli cəm halına salmaq üçün o sözün tək halının sonuna biz buna nə deyirdik? Müfrət deyirdik. O sözün müfrət halının sonuna ya vavnun hərflərini ya da ki yənun hərflərini əlavə eləyəcəyik. Ancaq biz bu əməliyyatları apararkən birinci şəklimiz olan vavnun əlavə etdiyimizdə vavdan əvvəlki hərfin hərəkəsini ötrə yazacağıq, yəni dammə olacaq. İkinci şəklimiz olan yənun əlavə etdiyimizdə yədən öncəki hərfin hərəkəsini də kəsrə yazacağıq və bir digər önəmli xüsus cəm müzəkkər salim halındakı isimlərin son hərəkəsi hər zaman fəthə olacaq. Bunu örnəklərlə daha yaxşı qavrayacağıq inşallah. Cəm müzəkkər salim iki şəkildə meydana gətirilirdi. Birincisi vavnun, digəri yənun. İndi isə vavnun ilə cəm müzəkkər salimin meydana gətirilməsini öyrənəcəyik. İlk örnəyimiz müdərrisun. Birinci addımımız nə idi? Müfrəd kəlmənin son hərəkəsini ötrə eləyirdik. Nəyə görə? Vavdan öncəki hərəkə hər zaman ötrü olurdu. Daha sonra vavnun əlavəsi gətirilirdi. Üçüncü addımımız isə cəm müzəkkər salimin son hərəkəsini də fəthə olaraq dəyişdirirdik. Oxunuşu müdərrisunə. Gördüyünüz kimi burada hər şey addım-addım üsuluna görə davam etdi. Birinci qaydamız müfrədin son hərəkəsini dəyişdirmək oldu. İkincisi vavnun əlavə etməmiz oldu. Üçüncüsü də cəm müzəkkər salimin son hərəkəsini fəthə olaraq yazmaq oldu. İndi digər örnəyimizdə bunları bir daha müşahidə eləyək. Muslimun kəlməsi. Birinci eləyəcəyimiz şey nə idi? Son hərəkəni dammə olaraq yazmaq. İkinci vavnun əlavəsi etmək. Üçüncü də son hərəkəni fəthə olaraq yazmaq. Ortaya çıxan kəlmə muslimunə. Vəqf deyə bir mövzu var. Vəqf
Vaqafe yaqifu kelimesinden gelir. Dayanmak, durmak demekti. Kelimelerin sonunda ya da Kur'an okuyarken ayetlerin sonunda durduğumuzda sondaki herekeni telaffuz etmirik. Onun yerine sanki cezim yazırıq. O zaman okunuşu müderrisun şeklinde olacak. Yani kelimelerin iki şekilde de okunuşu var. Müderrisune, vəqf halında ise müderrisun diye okuyuruq. Diğer kelimemizi de bu şekilde telaffuz edək. Muslimune, muslimun. Cem müzekker salimin ikinci forması yanunla düzəldilməsiydi. İndi addım addım yine qaydaları tətbiq eləyək. Birinci addımımız kelimenin müfrət halındakı kelimenin son hərəkəsini y'ye uygun olarak kəsrə yazmaq. Daha sonra ikinci addımımız y'nun əlavəsi etmək. Üçüncü addımımızda nun hərfinin, yəni cəm müzəkkər səlim bir kelimenin son hərfinin hərəkəsini fəthə olaraq yazmaq. Ortaya çıxan kəlmə müdərrisinə. Vəqf halında isə müdərrisin şəklində oxunacaq. Bir digər örnəyimizə baxaq. Muslimun kəlməsi ilk addım müfrət kəlmənin son hərəkəsini dəyişdirməkdir. Y'nun əlavə olunduğunda müfrədin son hərfinin hərəkəsi kəsr olduğunu demişdik. İkinci addımımız y'nun hərflərini əlavə etmək. Üçüncü addım isə cəm müzəkkər səlim bir kelimenin son hərfinin hərəkəsini fəthə olaraq yazmaq. Meydana gətirdiyimiz kəlmə musliminə, müsəlmanlar deməkdir. Müdərrisinə, müəllimlər deməkdir. Cəm haldakı bir kəlmədir. Vəqf halında necə oxuyuruq? Müdərrisin, muslimin. Təsniyə mövzusunda da diqqətinizə yetirdiğim bir xüsus var idi ki, eyni mövzular cəm müzəkkər səlim üçün də keçərlidir. Az əvvəl də bəhs elədik ki, cəm müzəkkər səlim isimləri düzəltmək üçün ya vavnun əlavəsindən ya da y'nun əlavəsindən istifadə olunur. Ancaq bunların hansının nə zaman gətiriləcəyi, cəm müzəkkər səlimin bu iki variantdan hansı ilə düzəldiləcəyi mövzusu İrab adlandırdığımız sözlərin cümlədə hansı üzv olaraq yer aldıqları məsələsi ilə bağlıdır. Cəm müzəkkər səlimin hansı formasının nə zaman istifadə ediləcəyi məsələsi bir sonraki dərslərimizdə inşallah açıqlayacağımız bir mövzudur. Bu dərsimizdə sizdən istədiyimiz yeganə məsələ vavnun və y'nun formaları ilə cəm müzəkkər səlim necə meydana gətirilir? Bu forma düzəldilərkən hansı dəyişikliklər baş verir? Onları yaxşı-yaxşı qavramağınızdır. İndi isə qaydalı kişi cinsli cəm isimlərə, yəni cəm müzəkkər səlim isimlərə örnəklər verəcəyik. Dəyişikliklərin necə baş verdiyini daha yaxşı müşahidə eləyəcəyik inşallah. Birinci örnəyimiz fəlləh kəlməsi. Əkinçi deməkdir. Müfrət bir kəlmədir. Bu tərəfdə yer alan kəlmələrin hər biri müfrət kəlmələrdir. Biz müfrət kəlmələrdən vavnun ya da y'nun əlavə edərək cəm müzəkkər səlim meydana gətirəcəyik. Fəllahun kəlməsi ilk öncə nə edirdik? Müfrət haldakı kəlmənin son hərəkəsini dəyişdirirdik. Vavnun əlavə etdiyimiz zaman ötrə qoyuruq. Y'nun əlavə etdiyimiz zaman kəsrə qoyuruq. İkinci olaraq vavnun əlavə edirik və ya y'nun əlavə edirik. Üçüncü addımımız isə kəlmələrin son hərfinin hərəkəsini fəthə olaraq yazırıq. Cəm müzəkkər salim olaraq fəllahun kəlməsi necə oldu? Fəllahunə, fəllahinə. Vəqf halında fəllahun, fəllahin. Türkiyyun bir Türkiyəli mənasında müfrət bir kəlmədir. Türkiyəlilər, yəni cəm halda bir isim işlədəcəyimiz zaman ilk öncə vav və y hərflərinə uyğun olan hərəkələri yazırıq. Daha sonra ikinci addım olaraq vavnun və ya y'nun əlavəsi edirik. Üçüncü addım olaraq isə kəlmənin son hərfinin hərəkəsini
fethe olarak yazırıq. Necə oldu? Turkiyyune, Turkiyyine. Kafirun bir kafir, inançsız mənasındadır. Müfrət bir kəlmədir. Cəm müzəkkər halında kafirune, kafirine. Mühəndisun, mühəndislər demək istədiyimiz zaman kəlmənin son hərəkəsini vavununa uyğun olaraq dammə, yənuna uyğun olaraq kəsrə yazırıq. Daha sonra vavnun və yənun hərflərini əlavə edirik. Kəlmənin son hərəkəsini də fəthə olaraq yazırıq. Bu üç addıma diqqət yetirin. Müfrət bir isimdən cəm müzəkkər səlim isim düzəltmək üçün bu üç addım önəmlidir. Mühəndisun kəlməsi cəm müzəkkər səlim halında necə oxunacaq? Mühəndisune, mühəndisine. Saimun bir oruçlu şəxs mənasındadır. Oruçlular demək istədiyimizdə saimune, saimine deyə oxuyacağıq. Mudirun bir müdir mənasındadır. Müfrət bir kəlmədir. Bu kəlmənin cəm müzəkkər səlim halını yaratmaq üçün ilk öncə müfrət halının son hərəkəsini dəyişdiririk. Daha sonra vavnun və yənin əlavəsi edirik. Üçüncü addım olaraq da nun hərflərinin hərəkəsini fəthə olaraq yazırıq. Necə oldu? Mudirune, mudirine. Sayyadun ovçu deməkdir. Ovçular demək istədiyimiz zaman sayyadune, sayyadine. Diqqət yetirdinizsə vav hərfindən öncə damməni yazdıq. Yə hərfindən öncə də kəsrəni yazdıq. Yəni vavnun əlavəsindən öncə dammə, yənun əlavəsindən öncə kəsrə yazılmalıdır və cəm müzəkkər səlimin son hərəkəsi, nun hərfinin hərəkəsi hər zaman fəthə olmalıdır. Müminun bir mömin, müfrət bir kəlmədir. Möminlər demək istədiyimiz zaman cəm müzəkkər səlim halında müminune və ya müminine deyəcəyik. Bu iki kəlmənin arasındakı fərq İrab adlandırdığımız sözlərin cümlə daxilindəki mövqeləri ilə əlaqəli bir mövzudur. Bəzən bu kəlmə istifadə olunacaq, bəzən bu kəlmə istifadə olunacaq. Hər ikisi də möminlər mənasındadır. Ancaq aralarındakı bu dəyişiklik İrab adını verdiyimiz kəlmələrin cümlə daxilindəki mövqeləri ilə əlaqəlidir. İləriki dərslərimizdə mübtədanı, xəbəri, əvəzlikləri, bir feili icra edən faili və s. mövzuları işlədiyimiz zaman bu məsələlərə də toxunacağıq inşallah. Dabbaxun cəm müzəkkər səlim halında dabbaxune, dabbaxine. Müəllifun bir müəllif, müfrət bir kəlmədir. Qaydalı kişi cinsli cəm isim halında isə müəllifune və ya müəllifine şəklində olacaq. Musaddirun ixrac edən müfrət bir kəlmədir. Musaddirune, musaddirine cəm müzəkkər səlim halında oldu. Müfəkkirun bir mütəfəkkir, ziyalı şəxs mənasında müfrət bir kəlmədir. Müfrət kəlmədən cəm müzəkkər səlim isim yaratmaq üçün 3 addımımız var idi. Birincisi müfrədin son hərəkəsini dəyişdirmək. İkincisi vav, nun və ya yənun əlavəsi. Üçüncü addımımız kəlmənin, yəni cəm müzəkkər səlim kəlmənin son hərfi olan nun hərfini fəthəli yazmaq. Bir neçə dəfə təkrar edirəm və təkrar eləməyə də davam eləyəcəm. Önəmli olan bu addımları, bu üsulları yaxşı-yaxşı mənimsəməyinizdir. Bir müfrəd isimdən cəm müzəkkər səlim isim yaratmaq necə olur? Yaxşıca qavramağınız lazımdır. Ya da qarşınıza bir isim çıxdığı zaman bu müfrətdir, bu təsniyədir ya da bu da cəm isimdir deyə bilməyiniz lazımdır. O qədər təkrar eləyəcəyik ki, inşallah bu dərsləri artıq bizdə praktiki olaraq mələkə halına gələcək. Gördüyümüz zaman o isimləri həmən tanıyacağıq. Muvatinun vətəndaş, müfrət bir kəlmədir.
Cəm müzəkkər səlim halında muvatinuna ya da muvatinine deyə oxuyacağıq. Sabiğun bir boyaçı şəxs mənasında, cəm müzəkkər səlim halına saldıqda isə sabiğuna ya da sabiğinə deyə olacaq. Azifun bir musiqiçi, ifaçı deməkdir. Cəm müzəkkər halına salmaq üçün birinci addımımız müfrət halındakı kəlmənin son hərəkəsini dəyişdirmək. Daha sonra vavnun ya da yə'nun əlavəsi etmək. Üçüncü addımda cəm müzəkkər səlimin son hərfi olan nun hərfini fəthəli yazmaq. Gördüyünüz kimi 3 addımda ardıcıllıqla yerinə gətirildi. Buraya qədər bir çox örnək gördük. Cəm müzəkkər səlimin necə yaradıldığını, müfrət bir kəlmənin necə dəyişikliklər baş verərək cəm müzəkkər halına salındığını öyrənmiş olduq. İndi isə məşqlərə keçirik. Verilən müzəkkər tək isimlər olacaq. Onları iki fərqli formada cəm müzəkkər səlim halına salmağınızı istəyəcəyik. Vavnunlu formasını üst qismdə, yənunlu formasını isə aşağı qismdə yazmağınızı istəyəcəyik. Birinci örnəyimiz ayaqda duran şəxs mənasındadır. Müfrət bir kəlmədir. Bunu cəm müzəkkər halına salmaq üçün 3 qaydamız var idi. Onları sırasıyla yazaq. Birincisi kəlmənin son hərfinin hərəkəsini dəyişdirmək. Əgər əlavə eləyəcəyimiz vavnundursa bu ötrü olacaq. Əlavə eləyəcəyimiz yənundursa bu əsrə olacaq. İkinci addım bunların əlavə olunması idi. Üçüncü addım isə əlavə etdiyimiz cəm müzəkkər səlim şəkilçisinin son hərfi olan nun hərfinin hərəkəsini fəthə olaraq yazmaq. İndi bunu qarşı tərəfdə yazaraq müşahidə eləyək. Vaqifune, vaqifine. Gördüyünüz kimi müfrət halının son hərfinin hərəkəsini dəyişdirdik. Vavnun hərflərinə uyğun olaraq damma yazdıq. Daha sonra vavnun əlavəsi etdik. Üçüncü dəyişiklik olaraq da nun hərfini fəthəli olaraq yazdıq. Aşağıda da bənzər xüsuslar yerinə yetirildi. Birincisi müfrət halının hərəkəsi dəyişdirildi. Daha sonra yənun əlavə edildi. Üçüncü olaraq da nun hərfinin hərəkəsi fəthəli olaraq yazıldı. Murasilun bir müxbir deməkdir. Bunu cəm halına salmaq üçün murasilune veya murasiline şəklində oxuyacağıq. O şəkildə də yazacağıq. Musinnun bir yaşlı deməkdir. Yaşlılar demək istədiyimiz zaman musinnune, musinnine şəklində yazacağıq. Fərihun sevincli, fərəhli deməkdir. Birinci formamız fərihune, vavnun əlavə olundu. İkinci formamız fərihine, yənun əlavə edildi. Səcidun səcdə edən mənasında. Cəm müzəkkər səlim formasında səcdə edənlər demək istədiyimiz zaman ya səcidunə deyəcəyik və ya səcidinə deyəcəyik. Vavnun isə müfrədin son hərəkəsi ötrə, yənun olduğunda isə müfrədin son hərəkəsi kəsrə olacaq. Oxunuşu səcidunə və ya səcidinə. Müstəmi'un bir dinləyici. Dinləyicilər demək istədiyimizdə müstəmi'unə
Mustemi'ine. Mesrurun şad, sevinçli demekti. Mesrurune, mesrurine şəklində oxunacaq. Gördüyünüz kimi ra hərfindən sonra vavnun əlavə olundu və vav hərfinə uyğun olaraq ötrə yazıldı. Daha sonra ya'nun əlavə olundu. Y hərfinə uyğun olaraq kəsrə yazıldı və oxunuşu da məsrurune və ya məsrurine. Gaibun, gaibune, gaibine. Ma'rufun tanınan, məşhur deməkdir. Ma'rufune, ma'rufine. Kazibun müfrət bir kəlmədir, yalancı deməkdir. Bunu cəm müzəkkər halına salmaq üçün müfrət halındakı kəlmənin son hərəkəsini ötürə olaraq yazırıq. Daha sonra vavnun əlavə edirik. Oxunuşu kazibune və ya ya'nun əlavə edirik. Ya'nun əlavə etməzdən əvvəlki müfrədin son hərəkəsini kəsri olaraq yazırıq. Oxunuşu kazibine. Mübərmicun proqramçı, mübərmicune, mübərmicine. Vavnun əlavəsindən öncə dammə yazdıq. Vavnun əlavə etdik və kəlmənin son hərəkəsini də fəth olaraq yazdıq. Burada da ya'nun əlavəsindən öncə kəsrə yazdıq və kəlmənin son hərəkəsini də fəth olaraq yazdıq. Hallaqun bərbər deməkdir. Hallaqune, hallaqine. Med'uvun, med'uvune, med'uvine. Müşahidun izləyici deməkdir. Müşahidune, müşahidine. Bəvvabun qapıcı deməkdir. Cəm müzəkkər səlim halında bəvvabune və ya bəvvabine şəklində olacaq. İkinci məşqimizə keçirik, dəyərli dostlar. İndi isə cəm müzəkkər səlim halındakı isimlər veriləcək. Bu isimlərin müfrətlərini yazmağınızı istəyəcəyik. Birinci örnəyimiz mütəfəilune. Bir müfrət ismi cəm müzəkkər halına salmaq üçün 3 qayda var idi. Birincisi, şəkilçini, yəni vavnun və ya ya'nun şəkilçilərini əlavə etməzdən əvvəl ötrə və ya kəsrə yazırdıq. Müfrədin son hərfini bu iki hərəkə ilə yazırdıq. Daha sonra vavnun və ya ya'nun əlavəsi edirdik. Son addımda isə nun hərflərinin hərəkəsini fəthə olaraq yazırdıq. Müfrət bir isimdən cəm müzəkkər səlim isim yaratmaq üçün 1, 2, 3 deyə davam eləyirdik. İndi isə
Bu sıralamanı geriye doğru götürerek değişiklikleri ortadan kaldıracağıq. Necə? Mütəfəilunə keliməsində cəm müzəkkər səlimin bir şəkilçisi var. O da nədir? Vav nun. İlk öncə onu təsbit edirik. Onu ortadan qaldırırıq və ilk elədiyimiz dəyişiklik də müfrət halının son hərəkəsini dəyişdirməkdir. Onu da geri qaytarırıq. Yəni iki ötürə olaraq yazırıq. Necə oxunacaq? Mütəfəilun. Gördüyünüz kimi müfrət halından cəm müzəkkər səlim yaratmaq üçün etdiyimiz adımları burada geriyə doğru götürdük. 3, 2, 1 şəklində elədik. Əlavə etdiyimiz dəyişiklikləri ortadan qaldırdıq və kəlmənin müfrədi ortaya çıxmış oldu. Xasirinə. Burada cəm müzəkkər səlimin şəkilçisi yənundur. İlk öncə bunu atırıq. Daha sonra Y hərfinə uyğun olsun deyə buraya kəsrə gətirmişdik. O kəsrəni də ortadan qaldıraraq üstünə iki ötürə yazırıq. Kəlməmiz xasirun. Mudəlləlinə cəm müzəkkərin şəkilçisi yenə burada yənun əlavəsidir. İlk öncə onu atırıq. Daha sonra Y hərfinə uyğun olsun deyə müfrədin son hərəkəsini dəyişdirmişdik. Onu da ortadan qaldıraraq iki ötürə ilə əvəz edirik. Müfrəd kəlməmiz mudəlləlun. Musrifunə cəm müzəkkərin şəkilçisi vavnundur. Onu ortadan qaldırdıq. Müfrədin son hərəkəsini də iki ötürə olaraq dəyişdiririk. Müfrəd haldakı kəlməmiz musrifun. Mütəkəllimunə cəm müzəkkər səlimin şəkilçisi vavnundur. İlk öncə onu atırıq. Daha sonra müfrəd halının son hərəkəsini də dəyişdirərək iki ötürə yazırıq. Müfrəd kəlməmiz mütəkəllimun. Səcidinə cəm müzəkkər səlimin şəkilçisi var. İlk öncə onu atırıq. Daha sonra müfrədin son hərəkəsini dəyişdirmişdik. Onu da atırıq. İki ötürə ilə əvəz eləyirik. Müfrəd kəlməmiz səcidun. Şərihunə ilk öncə cəm müzəkkər səlimin şəkilçisini atırıq. Daha sonra dəyişdirdiyimiz müfrədin son hərəkəsini də iki ötürə ilə əvəz eləyirik. Kəlməmiz şərihun. Dallinə cəm müzəkkər səlimin şəkilçisini atırıq ilk öncə. Daha sonra müfrəd halının son hərəkəsini də dəyişdirmişdik. Onu da iki ötürə ilə əvəz eləyirik. Dallun. Mukramin ehtiram göstərilənlər mənasında. Gördüyünüz kimi cəm müzəkkər səlimin şəkilçisi var. İlk öncə bunu atırıq. Daha sonra dəyişdirdiyimiz hərəkəni də iki ötürə ilə əvəz edirik. Necə oxunacaq? Mukramun. Hadirunə yenə cəm müzəkkər şəkilçisini atırıq. Dəyişdirdiyimiz şəkilçini də iki üstün olaraq yazırıq. Və son örnəyimiz mursəlin. Cəm müzəkkər səlimin şəkilçisini atırıq. Dəyişdirdiyimiz hərəkəni də iki ötürə ilə əvəz edirik. Müfrəd kəlməmiz mursalun. Peyğəmbərlər deməkdir. Qurani-Kərimdə bir çox yerdə keçməkdədir. Bəli, dəyərli dostlar, bugünkü dərsimizdə biz cəm müzəkkər səlim, yəni qaydalı kişi cinsli cəm isimlərin necə yaradıldığını öyrənmiş olduq. Biz sizinlə 3 addım üzərində danışdıq. Birincisi, müfrəd kəlmənin son hərəkəsini ötürə və ya kəsrə olaraq dəyişdirirdik. Daha sonra vavnun və ya yənun əlavəsi eləyirdik. Son addım olaraq da
bu əlavələrdəki nun hərflərini fəthəli olaraq yazırdıq. Müfrət bir kəlmənin cəm müzəkkər halına salınması bu üç addım ilə olur. Buna diqqət yetirək və verilən örnəklər üzərində düşünərək bu üsulları əzbərləməyə çalışaq. Ümid edirəm ki, dərsimiz başa düşülmüşdür. Rəbbim hər birimizi müvəffəq eləsin. Gələcək dərslərdə görüşmək diləyilə. Hər birinizi Allaha əmanət edirəm. Esselamu aleykum və rəhmətullah.